Vaxtınız xeyir, əziz izləyicilərimiz, günümüz xeyirli uğurlu olsun, axşamınız xeyir olsun. Bugün 3 aprel 2026-cı ildir. Bir neçə gün bundan öncə bizim kanalımıza Bərdədən bir az təminatlı ailə yazmışdı. Yardım istəyirdi, ehtiyaclı olun dedi. Həqiqətən də araşdırdıq ki, ailə həddindən çox yoxsul bir vəziyyətdədir, ehtiyaclıdır. Ondan sonra bir paylaşım etdim. Paylaşımı görən bizim değerli bir dostumuz var. Adıdır. Allah kazandığına bereket versin. Canına sağlık versin. 2 dəfə Ləmbaran kəndində aksiyalarımızda işleyen, kömələyən insanlara geyim hədiyəsi getmişdi. Ləmbaranla bağlılığı olan, Ləmbaran kəndində böyük hörmət olan değerli bir ağsaqqal Bərdən Haqalı kəndindən. Həmin onun yaxınında onun qardaşıdır Bakı şəhərində. Mağazadan, bax bütün bu ərzaqların hamısı yığdı. Göndərdi dedi, bax Şeyx müəllim. Sizə müraciət edən həmin ailəyə aparın, çatdırın. Allah razı olsun, Allah mülkünə bərəkət versin. Sadəcə qısa bir baxış keçirdik. İnşallah ki, sizlərə təqdimliyə aparıb həmin ailəyə çatdırdıq. Allah rızasına təşkil edilmiş paylarımızı çəkirik, heç kimə şübhəli qalmasın. Və qəlblər də aram olsun və bilsinlər ki, bax, değerli dostumuz payın içində bax bunları təşkil edib. Baxın, makarondur, düyüsüdür, yağıdır, tomatıdır. Bax 5-6 kilo soğandır, kartoşkasıdır. Baxın, yağıdır, greskasıdır, zəncidir, greskasıdır, quru çaydır, 2 kilo ətdir, mal əti. Pəsoxdur, noxududur, konfetidir, şokolatı və hər şeyi. Allah rızasına həmən ailəyə çatdırmalı. Sonsuz şükürlər edirəm ki, bizim vətənimizdə, ölkəmizdə belə bir mərhəmətli insanlar yaratmışsan, qəlbində, ürəyində mərhəmət olan insanlar. Onlar da yoxsul ailələrə kömək edirlər və dəstək olurlar. İçində Ləmbaran kəndimizin xeyriyyətçilər olmaqla sən özün onu göndərən qardaşımızdan da əzəli və əbədiyyən razı ol. Allah mülkünə, bərəkət canına sağlıq versin. İnşallah aparıq həmən ailəyə təqdim etməyə. Bərdədə yaşayır, həddindən artıq yoxsul ailədir. Allah heç kimi çətinliklə qoymasın. Bizə belə çox müraciət edən insanlar olur. Yəni kimə ki əli doda bilirik, kömək edə bilirik, halal olsun. Kimə də çatdırıb kömək edə bilmirik, onlar da haqqını halal etsin, inciməsinlər. Allah razı olsun. Bismillah. Bağlaşdırırıq, hamısına aparaq. İnşallah ki təqdim edək. Allah özü mülkünə, qazancına bərəkət versin. Allah canına sağlıq bəxş eləsin. Bismillah. Allah özü. Bax bu payı da Bakıdan kim göndərdi? Onları da vurgulayacağım. Mikail əminin oğlu Şirxan qardaş zəng etdi ki, müəllim götürüb göndərərək. Bir də Yıldırım əminin oğlu Şöyüb qardaşımız. İkisine de teşekkür ederim. Şirxan kardeşimize əziyyət vermədik, məsafədə olduğuna görə. Amma Şöyüb kardeşimiz sağ olsun. Oradan bütün taksi puludur, yol pulu hamısını təşkillədi. Bunu da təmənnası bura gətirdi, çıxartdı Sədəmin oğlu Elçin kardeşimiz. Sədəmin oğlu Elçin kardeşimiz da gətirdiyini, Bakıdan bura getdiyini görə. Yıldırım əmin oğlu Şöyüb kardeşimiz da oradan gedib malı götürdüyünü görə. Bir de bunu ne tür götürüp buraya göndermiyorlar. Ondan maraqlandığı için Mikail əmin oğlu Şirxan qardaşa teşekkür ederim. Sağ olsunlar, aksiyalarımıza da destek veren kardeşlerimiz. Hamısına minnətdarlığımızı bildirik. Bismillah, Allah özü xeyir versin. Etdik. Bismillah. Akşamı xeyrəm oğlu. Akşamın xeyir olsun. Məhəmməd əmin oğlu Qamət qardaş. Aparır haqq sahibinə çatdırıb inşallah gələk. Allah heç kimi çətinliklə qoymasın. Allah İnşallah. canını sağ eləsin. Tarixçən də sağ ol ağıllı. Ha, gəldi çatdıq Bərdəyə. Telekom tərəflik. Allah şərəflə. Ailə bax burada yaşayır. O Pistir binasında yaşayırlar. Allah özü kömək olsun. Çatmışıq Bərdəyə. Düz Qarsanlığın bölündəyik.
Buyurun xanım. Çox sağ olun. Allah köməyiniz olsun. Allah razı olsun. Allah hər birinizi böyüklükdən əskik eləməsin. Həmişə var olasınız. Allah sizi var eləsin, Allah Teala can sağlığı versin. Değerli aksakalımıza da teşekkür edirik. Hacı kardeşimiz sağ olsun ki, bak bizim paylaşımımızı görüp destek oldu. Biz de getdik, hemen ailəyə təqdim etdik. Şimdi Cəbrayıl səni də bir maçılayım. Allah sizi versin. Kaldırın eve, təqdim edin, düşün başmadan. Allah sizi versin. Tabi biz eve qalxmırıq. Oldu, sağ olun. Allah razı olsun. Hak sahibi Allah şahitliği ve burada qəbristanlıq bütün mərhumların ruhu şahitliği ve size şahit olun ki, gönderdiğiniz payı hak sahibine sattık. Her şey var içinde inşallah ki bir ay rahatlıkla istifadə edebilirsiniz. Çox sağ olun. Ben de lazım olsa haberliğin yine de halkımızın, milletimizin değerli insanları sizin yanınızda. Çox sağ olun. Allah razı olsun. Kardeş, Allah amanda başına dön. Öpürəm sizi. Minnətdarım sizə. Var olun əziz xeyriyyətçilərimiz. BMT TV, Bakşiş müəllimin kanalı, onlayn internet televiziyası və YouTube kanalı təqdim edir. Kanalımızda videolarımızın baxış sayının çox olması üçün kanalımıza abunə olun, bəyənin, şərh yazıb paylaşmağınızı xahiş edirik. Dəyər verdiyiniz və dəstək olduğunuz üçün öncədən hər birinizə təşəkkür edirik. Kanalıma abone olun, şərh yazın, like edin və paylaşın. Mənə dəyər verən bütün dostlarıma təşəkkürümü bildirirəm.